Bismillahirrahmanirrahim. Mübarək ayın yarısını geridə qoyduq. İndi Ramazanın 16-cı gününə qədəm qoyuruq. Ay artıq yavaş-yavaş kiçilməyə başlayır və bizə bu dünyadakı vaxtımızın necə sürətlə əlimizdən uçub getdiyini xatırladır. İlk 15 gündə biz daxili döyüşlərimizi, nəfsimizi, istəklərimizi və büdrəmələrimizi müzakirə etdik. Lakin bu yeni mərhələyə qədəm qoyarkən diqqətimiz xaricimizdə yaşayan, lakin ruhumuzu tamamilə məhv etmək və ya göylərə ucaltmaq gücünə sahib olan ən böyük təhlükəyə yönəlir. Ətrafımızda saxladığımız insanlara. Əziz və dəyərli izləyicilər, biz kiminlə yoldaşlıq ediriksə, görünməz şəkildə onun ruhundan təsirlənirik. Bütün günü oruç tuta, bütün gecəni namaz qıla bilərsiniz, lakin əgər ətrafınızdakı ruhlar ilahidən qopmuşdursa, gec-tez onların qaranlığı sizin nurunuza sızacaqdır. Şeytan sizə həmişə qorxunc bir düşmən kimi gəlməz. Əksər hallarda o kiçik bir günahı adiləşdirən, Rəbbinizə olan inamınızı sarsıdan və sizi mənəvi yolunuzdan uzaqlaşdıran gülərüz bir dost cildində gəlir. İmsakın o mistik və dərin sükutunda göylərin qapıları xüsusi və əsla rədd edilməyən bir dua üçün açılır. Bugün biz 16-cı günün həyat qurtaran duasını, yaxşılarla birgə olmaq və pislərdən qorunmaq fəryadını kəşf edəcəyik. Sizinlə dostlar arasındakı görünməz enerji ötürülməsini izah edən Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin o sarsıdıcı hədisini eşidəcəyik. Sırf Allah üçün bir dostunu ziyarətə gedən sadə bir adamın qarşısına çıxan mələyin ona gətirdiyi o böyük ilahi müjdəni öyrənəcəksiniz. Haqqı tapıb İslamı qəbul edən, lakin cəmiyyətdə ayıb olar, dostum nə deyər düşüncəsi ilə zəhərli yoldaşının təzyiqinə boyun əyib, cəhənnəmə qədər yuvarlanan üqbənin o dəhşətli tablosuna şahid olacaqsınız. Və İmam Əlinin saxta dostların əsl mahiyyəti haqqındakı o qan donduran hikmətinə vaqif olacaqsınız. Qəlblərinizi hazırlayın, ətrafınızı təmizləməyin və aləmlərin Rəbbindən sizi nur əhli ilə birlikdə etməsini istəməyin vaxtı gəldi. Ramazanın 16-cı günü imsaka oyanıb, sübhün alaqaranlığında səccadə üzərində əyləşdiyimiz zaman İslam alimləri bizə taleyimizi müəyyən edəcək bir dua öyrədirlər. Bu dua zəhərli mühitlərdən və zəhərli ruhlardan Allaha sığınmaq duasıdır. Gəlin bu möhtəşəm duanı birlikdə oxuyaq və psixoloji dərinliyini anlayaq. Allahummə vəffiqni fihi li muvafəqətil əbrar. Yəni, Allahım, bugün məni əbrar, yəni yaxşı və xeyirxah insanlarla uyğunlaşmağa, onlarla yoldaş olmağa müvəffəq et. Və cənnibni fihi murafəqətəl əşrar. Və bugün məni əşrar, yəni pis, şər və günahkar insanlarla yoldaş olmaqdan uzaq tut. Və avini fihi bi rəhmətikə ilə daril qərar. Və öz rəhmətinlə məni darul qərara, əbədi cənnətə, qərar yurduna yerləşdir. Bi ilahiyyətikə, ya ilahəl aləmin. Öz ilahiliyinə and verirəm, ey aləmlərin ilahı. Bu duadakı əzəmətli ardıcıllığa baxın. Əvvəlcə əbrarla, yaxşılarla olmağı istəyirsiniz. Sonra əşrardan, pislərdən uzaqlaşmağı diləyirsiniz. Və yalnız bu iki şərt yerinə yetirildikdən sonra darul qərara, salam yurduna aparılmağı tələb edirsiniz. Bu çox böyük bir mənəvi həqiqəti ortaya çıxarır. Pislərin əlindən tutaraq salam yurduna çata bilməzsiniz. İmsakda sizi zəhərli insanlarla bağlayan o görünməz zəncirləri qırmasını və yolunuzu sizi Allaha yaxınlaşdıranlarla birləşdirməsini Allaha yalvarırsınız. Niyə ətrafımızdakı insanlar bu qədər təhlükəlidir? Niyə Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm kiminlə oturduğumuza bu qədər böyük əhəmiyyət verir? Rəsulullah sallallahu aleyhi və alihi və səlləmin insanlar arasındakı görünməz enerji və əxlaq ötürülməsini mükəmməl şəkildə izah edən psixoloji və mənəvi bir bənzətmə edir. Peyğəmbərimiz buyurur, yaxşı dostla pis dostun misalı müşk, yəni gözəl ətir satanla körük üfürən dəmirçinin misalına bənzəyir. Peyğəmbərin sallallahu aleyhi və alihi və səlləmin inkar olunmaz məntiqinə diqqət yetirin. O davam edir. Müşk satana gəldikdə, sən ondan heç bir ətir almasan belə,
o sənə ondan birazını hədiyyə edə bilər və ya ən azından sadəcə onun yanında dayandığın üçün sənin üzərinə çox gözəl bir ətir qoxusu hopa bilər. Allahu Əkbər. Siz deyə bilərsiniz ki, mən güclüyəm, pis dostlarım məni təsir edə bilməz. Lakin Allahın elçisi sizi xəbərdar edir. Siz onların günahlarına qatılmasanız belə, onların o qaranlıq ocağından uçan qığılcımlar sizin mənəvi libasınızı yandıracaq və onların zəhərli davranışlarının o hisli qoxusu qəlbinizə hopacaqdır. Bəs əsl əbrar, yəni xeyirxah yoldaş kimdir? Biz çox vaxt insanlarla bir mənfəətə, ortaq biznesə və ya qohumluğa görə dostluq edirik. Lakin elə bir dostluq var ki, o insanı birbaşa Allahın sevgisinə aparır. Səhih Müslimdə rəvayət edilən bu qeyri-adi hədis, təmiz bir dostluğun insanı necə göylərə qaldırdığını sübut edir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm belə xəbər verir. Keçmişdə bir adam uzaq bir kənddəki din qardaşını ziyarət etmək üçün yola çıxır. O qədər uzaq və çətin bir yol idi ki, Allah Teala bu adamın təmiz niyyətini sınamaq və onu mükafatlandırmaq üçün onun gedəcəyi yolun üzərinə insan cildində bir mələk göndərir. Mələk yolda adamın qarşısını kəsir və soruşur: "Hara gedirsən?" Adam cavab verir: "Bu kənddəki bir qardaşımı, dostumu ziyarət etməyə gedirəm." Mələk sınamaq üçün soruşur: "Bəlkə onun sənə edəcəyi bir yaxşılıq, bəlkə aranızda maddi bir mənfəət, bir iş var, ona görə gedirsən?" Baxın, bu təmiz qəlbin verdiyi o möhtəşəm cavaba diqqət edin. Adam gülümsəyərək deyir: "Xeyr, heç bir mənfəətim yoxdur. Mən sadəcə olaraq onu əziz və cəlil olan Allah rizası, Allah xatirinə sevirəm və sırf Allah üçün onu görməyə gedirəm." Bunu eşidən mələk həqiqəti açıqlayır. "Bil ki, mən Allahın sənə göndərdiyi elçisiyəm. Sən o qardaşını Allah üçün sevdiyinə görə müjdələr olsun ki, Allah da səni sevir." Sübhanallah, bu fəlsəfəyə baxın. Siz 16-cı günün duasında məni əbrarla yoldaş et deyəndə Allahdan məhz bu adamı istəyirsiniz. Sizi cibinizə görə, vəzifənizə görə deyil, ruhunuzun təmizliyinə görə sevən, onu görəndə Rəbbinizi xatırladığınız o müşk satan dostu. Çünki Allah üçün qurulan bir dostluq insanı Allahın öz sevgisinə qovuşdurur. Lakin bu medalın bir də digər çox qaranlıq tərəfi var. Bəs mühitimizi əşrar, yəni zəhərli və Allaha düşman olan insanlarla doldursaq nə baş verər? Həqiqəti bilsək belə, o saxta dostların tənəsi bizi yolumuzdan döndərə bilərmi? İslam tarixində İbn Hişamın siyərində və Quran təfsirlərində keçən Üqbə İbn Əbi Muaytin hekayəsi zəhərli bir dostun insanı cənnətin qapısından çevirib cəhənnəmin dibinə necə atdığının ən qan donduran nümunəsidir. Üqbə Məkkənin zənginlərindən idi. O, Rəsulullahı tez-tez dinləyirdi və qəlbində İslama qarşı bir yumşaqlıq vardı. Bir gün o, böyük bir ziyafət verdi və Rəsulullahı da oraya dəvət etdi. Rəsulullah sallallahu aleyhi və alihi və səlləm gəldi, ancaq süfrəyə oturub dedi: "Sən Allahın birliyinə və mənim onun elçisi olduğuma şəhadət gətirməyincə, müsəlman olmayanca sənin yeməyini yeməyəcəm." Üqbə evindəki qonağa böyük hörmət bəsləyirdi. Dərhal kəlmə-i şəhadət gətirdi və İslamı qəbul etdi. O, qurtuluşa çatmışdı. Lakin Üqbənin Übey ibn Xələf adlı ən yaxın, mənfəətpərəst və zəhərli bir dostu, yəni əşrarı var idi. Übey bu xəbəri eşidən kimi qəzəblə Üqbənin yanına gəldi. Onun imanını hədəf almadı. Onun egosunu, cəmiyyətdəki yerini və dostluğunu hədəf alaraq psixoloji təzyiqə başladı. "Mən eşitdim ki, sən Mühəmmədin, Allahümmə salli alə seyyidina Muhammedin və alə əli seyyidina Muhammed dininə keçmisən. Sən atalarının dinindən mi döndün? Cəmiyyət sənə nə deyər?" Üqbə zəif iradəsilə utandı. "Yox, mən sadəcə evimdə qonaq idi deyə, onun ürəyini qırmaq istəmədim deyə bəhanə gətirdi." Baxın, zəhərli dostun tələbinin həddi yoxdur. Übey dedi: "Xeyr, mən sənə inanmıram. Mən səndən o vaxt razı qalaram ki, sən gedib Mühəmmədi, Allahümmə salli alə seyyidina Muhammedin və alə əli seyyidina Muhammed təhqir edəsən. Yoxsa səninlə bir daha dost olmaram."
Üqbə dostunu, cəmiyyətdəki hörmətini itirməkdən o qədər qorxdu ki, o qaranlıq mühitin, o zəhərli əşrarın təsiri ilə getdi, haqqı bildiyi halda kainatın əfəndisinin üzərinə hücum etdi, onu təhqir etdi və dindən çıxıb ən böyük zalimlərdən birinə çevrildi. O, sadəcə bir dostu itirməmək üçün əbədi cənnəti satdı və Bədir döyüşündə kafir olaraq öldürüldü. Məhz bu fəlakətli hadisə üzərinə Allah Teala Furqan surəsinin 27-29-cu ayələrini nazil edərək o qiyamət günündəki o dəhşətli mənzərəni bəyan etdi. O gün zalim kimsə peşmançılıqdan əllərini çeynəyərək deyəcəkdir: "Kaş ki mən peyğəmbərin yolunu tutaydım. Vay halıma, kaş ki filankəsi o zəhərli adamı özümə dost tutmayaydım. O haqq mənə gəldikdən sonra məni ondan saptırdı." İmsak vaxtı dua edərkən 16-cı günün duasında məni pislərin yoldaşlığından uzaq tut deyəndə bunu dərk edin. Sizin inancınızı zəiflədən, sizi günaha sürükləyən o dostlar qiyamət günü əllərinizi dişlədərək peşman olacağınız o böyük fəlakətlərdir. Kəsin o görünməz bağları. İnsan uğurlu, varlı və xoşbəxt olanda dost tapmaq asandır. Lakin 16-cı günün duası məhz qiyamət günündə əlinizdən tutacaq o həqiqi əbrarı tapmaq haqqındadır. Dərin hikmətlər ustası olan İmam Əli əleyhissələm Nəhcül Bəlağədə insan yoldaşlığının əsl mahiyyətini parçalayaraq izah edir. O, bizi yaxşılıq etmək istəyən, lakin cəhaləti ilə bizi məhv edən axmaq dost təhlükəsindən xəbərdar edir. O, sarsıdıcı bir dəqiqliklə buyurur: "Axmaqla dost olmaqdan çəkin. Çünki o sənə fayda vermək istəyər, lakin cəhalətindən sənə zərər vurar. Yalançı ilə dost olmaqdan çəkin, çünki o ilğım, sərab kimidir. Uzağı sənə yaxın, yaxını isə sənə uzaq göstərər. Və qorxaqla dost olmaqdan çəkin, çünki o sənə ən çox ehtiyacı olan anda səni tərk edib qaçacaq." İmam Əli əleyhissəlam bizə öyrədir ki, sizin mənəvi qurtuluşunuz daxili çevrənizi süzgəcdən keçirməyinizdən asılıdır. Həqiqi dost hər zaman sizinlə razılaşan insan deyil. O deyir: "Sənin əsl dostun səni günahdan çəkindirəndir, düşmənin isə səni günaha sürükləyəndir." İmsakda, səccadənizdə oturarkən həyatınızdakı insanları analiz edin. Onlar sizə darul qərarı, səlam yurdunu xatırladır, yoxsa sizi bu dünyanın müvəqqəti illüziyalarına doğru sürüklüyür. 16-cı gün ətrafınızı təmizləmək günüdür. 16-cı günün duasının son hissəsi mütləq hədəfdir və öz rəhmətinlə məni darul qərara, qərar yurduna yerləşdir. Niyə cənnətə darul qərar deyilir? Qərar, sabitlik, qalıcılıq, ruhun nəhayət qaçmağı dayandırıb mükəmməl bir rahatlıq tapdığı yer deməkdir. Bu dünyada biz daim təşviş içindəyik. Dostlar xəyanət edir, sərvət itir, sağlamlıq solur. Burada qərar, sabitlik yoxdur. Lakin Allah söz verir ki, əgər siz özünüzü yaxşılarla birləşdirsəniz və pisləri tərk etsəniz, o, öz rəhməti ilə sizi qorxunun, kədərin və xəyanətin olmadığı o məkana aparacaq. Sizin imsakınız sadəcə bir yemək deyil, bu o əbədi sabitliyə, o səlam yurduna aldığınız bir biletdir. İndi dərindən aramla bir nəfəs alın. Qəlbinizi yanlış insanlara, yanlış mühitlərə və yanlış vərdişlərə bağlayan o görünməz zəncirləri qırmağa hazırlaşın. Gözlərinizi yüngülcə qapayın. Özünüzü imsakın o dərin, mistik sükutunda təsəvvür edin. 16-cı gecənin ayının işığı həyatınızın həqiqətlərini aydınlatmaq üçün süzülür. Biz saflaşma və qərar günlərindəyik. Birincisi, yaxşıların qoxusunu axtarın. 16-cı günün duasını pışıldayın. Allahummə vəffiqni li muvafaqatil əbrar. Yəni Allahım, məni yaxşılarla yoldaş et. Elə indidən sizi Allaha yaxınlaşdıran, sırf Allah xatirinə ziyarətinizə gələn o səmimi insanlarla daha çox vaxt keçirməyə niyyət edin. İkincisi, zəhərli dostları tərk edin. Üqbənin qiyamətdəki o dəhşətli peşmanlığını xatırlayın. Əgər həyatınızda imanınızı və ya ləyaqətinizi təhlükə edən,
cəmiyyət nə deyər qorxusu ilə sizi Allaha asi olmağa məcbur edən bir mühit varsa, o əşrardan dərhal uzaqlaşın. Onların qığılcımları ruhunuzu yandırmadan əvvəl qərarınızı verin. Üçüncüsü, salam yurdunun həsrətini çəkin. İmam Əlinin əsl dostların axirətimizi qoruduğunu xatırlatmasını unutmayın. Allahdan sizi qorxu və xəyanətin olmadığı, yalnız saf ruhlarla əhatə olduğunuz o darul qərara, salam yurduna aparmasını istəyin. Siz bu yolu tək başına getmək üçün yaranmamısınız, amma sizi aşağı çəkənlərlə birlikdə yerimək üçün də yaranmamısınız. Siz imsakın nuru ilə bələdçilik edilən, peyğəmbərlər və sadiqlərlə eyni məclisdə oturmaq üçün seçilmiş xüsusi bir bəndəsiz. Əgər bu video qəlbinizə bir aydınlıq gətirirsə, ətrafınızı təmizləmək və salam yurduna bir addım da yaxınlaşmaq üçün sizə cəsarət verirsə, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək olun. Kanalımıza abunə olun ki, Ramazanın bu mübarək günlərində bu mənəvi səyahətdə sizin ən sadiq yoldaşınız olmağa davam edək. Və rəy bölümündə qaranlıqla olan bağlarınızı qapardığınızı və nur əhli ilə birlikdə olmaq istədiyinizi bildirmək üçün bu cümləni yazın. Allahım, məni pis yoldaşların atəşindən qoru, yaxşıların nuru ilə mükafatlandır və yorğun ruhumu öz darul qərarına, salam yurduna çatdır. Oruclarınız qəbul, dualarınız müstəcab və ətrafınız daim nurla dolu olsun. Allahummə salli alə seyyidina Muhammedin və ələ əli seyyidina Muhammed. Hələlik, Allah amanında.